Sevgili seyirciler, bugün 28 Mayıs, Azerbaycan tarihinde bağımsızlık ve milli iradenin simgesi olan Cumhuriyet Günü. 1918'de ilan edilen Azerbaycan Demokratik Cumhuriyeti, Müslüman Doğu'nun ilk demokratik ve parlamenter cumhuriyeti olarak tarihe geçti. Mehmet Emin Resulzade'nin öncülüğünde başlayan bağımsızlık mücadelesinde Azerbaycan'ın temelleri atıldı. Diplomasi, milli ordu, parlamento ve devlet kurumları bu süreçte şekillendi. Şimdi Azerbaycan'a döneceğiz. Tarihçi Rahim Hasanov, Fatih Avanos'un konuğu olacak ve 28 Mayıs sürecini konuşacaklar. Fatih. 28 Mayıs Azerbaycan için, halkı için, devleti için oldukça önemli bir tarih. Respublika Günü olarak, Cumhuriyet Günü olarak kutlanan 28 Mayıs, bundan tam 108 yıl önce Azerbaycan Devleti'nin temellerinin atıldığı, marşının belirlendiği, sınırlarının belirlendiği, devlet yapısının temellerinin atıldığı gün olduğunu ifade edebiliriz. Şu an Azerbaycan'ın kuzeybatısında Şeki'deyiz. Buraya çok yakın bir nokta. Tiflis'ten bu adımlar atılmıştı ve bugün Respublika Günü kutlanıyor. Azerbaycan her noktasında Azerbaycanlılar Cumhuriyet Bayramı'nı, Devletçilik Günü'nü kutluyor diyebiliriz. Şeki'deyiz demiştik. Şeki'de İlimler Akademisi'nin Şeki Tarih Bölümü Başkanı Sayın Ramin Hasanov'la birlikteyiz. Rahim Hasanov'la birlikte 28 Mayıs konuşacağız Rahim Hocam. Şeki'deyiz, çok anlamlı bir yerdeyiz. Tiflis'e de yakınız. Bugün Azerbaycan için neden önemli? Sizden daha ayrıntılı, daha gerçek, daha doğru bilgileri almak isteriz. Evet, bildiğimiz kimi Azerbaycan 1828-ci ildə elə bir faciə ilə üzləşdi ki, onun ərazisi ikiyə bölündü. Araz çayından şimaldakı torpaqlar Çarlıq Rusiyasının tərkibinə qatıldı. Düz 100 ilə yaxın, 90 il təxmini Azərbaycan Rusiya dövlətinin müstəmləkəsi olaraq qaldı. Amma bugünkü gün 1918-ci il 28 may günü Müsəlman şərqində ilk demokratik parlamentli bir respublika yarandı, cumhuriyyət yarandı, Azərbaycan Xalq Cumhuriyyəti. Bu dövlətin yaranması uzun müddətli proseslər, siyasi, ictimai, hətta ədəbi proseslərin bir nəticəsində bu dövlət formalaşdı. 19-cu əsrin ortalarında Mirzə Fətəli Axundzadə ədəbiyyatda Azərbaycançılıq nəzəriyyəsinin əsasını qoydu. 19-cu əsrin sonlarında Müsəlman şərqində ilk mətbuat, Əkinçi qəzetini Həsən bəy Zərdabəşdi və bu Azərbaycançılıq bu mətbuatda da inkişaf etməyə başladı. Mediada Azərbaycançılıq, türkçülük ideologiyası formalaşdı. Əli bəy Hüseynzadə, Əhməd Bəyoğlu kimi mütəfəkkirlər Ziya Göyalpın, Yusif Akçınanın fikirləri ilə daha da formalaşdıraraq Azərbaycançılıq nəzəriyyəsinin əsasını qoydular. Məhəmməd Əmin Rəsulzadə ictimai-siyasi xadimi isə ədəbiyyatdan, ictimai fikirlərdən Azərbaycançılığı siyasi bir fikrə gətirib çıxardı və nəticədə 1918-ci ildə Cumhuriyyət formalaşdı. Amma Cumhuriyyətin formalaşması dönəmində ondan əvvəlki dövrə bir nəzər salmaq lazımdır. 1917-ci il fevral, Şubat devrimi və Romanovlar xanədanına son qoyulur. Rus imperiyası parçalanır. Bütün dövlətin hər yerində anarxiya formalaşır və Qafqaziyada da anarxiyalar yaranır. Bu anarxizmdən kimlər istifadə edir? Erməni daşnaqlar. 1917-ci ilin sonundan etibarən xarici dövlətlərin köməyi ilə, yardımı ilə daşnaq birləşmələri formalaşır. Erməni çətələri formalaşır. Durduğumuz yerdə Şəkidə 1917-ci ilin noyabr ayından 18-ci ilin mayısına qədər erməni qırğınları baş vermişdir. Və bu belə bir dönəmdə Azərbaycan siyasi xadimləri nəsə bir şeylər eləməli idilər. Azərbaycanlılar, hətta ermənilər, gürcülər Tiflisdə yığılışdılar. Əvvəlcə Zaqafqaziya Komitəsini, sonra Zaqafqaziya Komissarlığını, sonda isə Zaqafqaziya Seymini formalaşdırdılar. Seymdə Azərbaycan siyasi xadimləri öncə Rus imperiyası tərkibində muxtariyyat istəyirdilər, milli ərazi muxtariyyatı. Amma nəticədə nə baş verdi? Bakıda, Şamaxıda, Qubada, hətta Şəkidə, Gəncəyə qədərki ərazilərdə erməni daşnaqlar bolşeviklərlə birləşərək Azərbaycanlılara qarşı soyqırım siyasəti yeritdilər. 31 mart Azərbaycanda böyük bir soyqırım günüdür. Təkcə Bakı şəhərində 12 min, Gəncədə, Qubada 9 min, Şamaxıda 8.800, Şəki durduğumuz yerdə 1000-dən çox insan qətlə yetirildi. Və Azərbaycan siyasi xadimləri anladılar ki, Rus imperiyasında muxtariyyatla
pəs etmək olmaz. Muxtariyyət olmadı və bundan sonra Azərbaycan siyasi xadimləri qəti qərara gəldilər ki, Rusiya imperiyasından ayrılaraq müstəqil bir dövlət formalaşdırsınlar. Və nəticədə 28 mayda Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal bəyannaməsi elan olundu və Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu dövlət Müsəlman şərqində ilk demokratik dövlətdir. Bu dövlət Müsəlman şərqində ilk demokratik universiteti açan dövlətdir. Bu dövlət Müsəlman şərqində ilk demokratik respublikada ilk banka açan, ilk milli valyuta dövləti pulunu yaradan bir dövlətdir. Bu dövlətin yaranmasında kimlərin xidməti var? Fətəli xan Xoyski bizim həmyerlimizdir, Şəkilidir. Bu Azərbaycan Xalq Cümhuriyyətində 3 kəs baş nazir oldu. Hökuməti qurdu. Hökuməti qurdu. Məmməd Emin Rəsulzadə Milli Şuranın sədri oldu. Əli Mərdan bəy Topçubaşov Azərbaycan parlamentinin sədri, Parisə gedən nümayəndə heyətinin sədri oldu. Və Azərbaycan Xalq Cümhuriyyəti ərazisində problemləri həll etmək üçün yenə də qardaş yardımına ehtiyac var idi. Nəticədə nə baş verdi? 4 iyun 1918-ci ildə Batomidə Osmanlı dövləti ilə müqavili imzalandı. Osmanlı yardımı olundu. Nuri Paşanın rəhbərliyi altında Qafqaz İslam ordusu gəldi, doğma Bakımızı erməni daşnaqlardan bizə azad etməkdə yardımcı oldu. Amma nəticədə sonra Osmanlı dövləti əfsuslar olsun ki, 1-ci Dünya Savaşında Mondros balçığı ilə təslim oldu və Osmanlı ordusu Azərbaycandan çıxdı, getdi. Onun yerinə qalib dövlətlərin ordusundan İngiltərə ordusu, General Thomsonun rəhbərliyi altında İngilis ordusu Azərbaycana daxil oldu. Bir nüansı nəzərinizə çatdırım, İngiltərə dövləti Thomsonun rəhbərliyi altında ordu Azərbaycan Cümhuriyyətini tanımadı. Lakin Fətəli xan Xoyski, Məmməd Yusif Cəfərov, Hidayətzadə bu insanların səyləri ilə Thomsonla danışıqlar aparıldı. O, Thomson öz dövlətinə, Londona göndərdiyi məktubda bilirsinizmi nə yazır? Bura heç də köhnəlmiş, möhfumatın olduğu müsəlman ölkəsi yox, əsl Avropadır. Bunun baş naziri, bütün nazirlər kabineti fransızca bilirlər. Burada teatro var, burada qazetələr var. Bu əsl Avropaymış. Və İngiltərənin də razılığı ilə axır ki 1920-ci ildə yanvar ayının 11-də Azərbaycan Xalq Cümhuriyyəti Antanta Milli Şurası tərəfindən Parisdə de facto tanındı. Amma bizim tanınmağımız bu cümhuriyyət çox sürmədi. 23 ay çəkdi. Sovetlər Rusiyası, Rus imperializmi, bolşevizm, bərabərçilik, bütün insanların bərabərliyi pərdəsi altında Azərbaycana 11-ci ordu yürüş etdi. Aprel ayının 28-i 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Cümhuriyyət bizə nə verdi? Cümhuriyyət bizə onu verdi ki, əgər Cümhuriyyət yaranmasaydı, 1991-ci ildə Sovetlər Birliyi dağıldıqda Azərbaycan müstəqilliyini, ərazi bütövlüyünü elan edə bilməzdi. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin gözəl bir sözü var. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan Respublikası varisidir. Bunu bilmək lazımdır. Yəni Cümhuriyyət bizə əsl bütün türk müsəlman dünyasına cümhuriyyətçiliyi öyrətdi. Təsəvvür edin ki, qadınlara ilk dəfə seçki hüququ verən müsəlman şərqində ilk dövlətdir. Cümhuriyyətimiz 3-cü respublikamız yaşayır, yaşamaqdadır. İnanırıq ki, daimi olacaq. Türk qardaşlarımla birlikdə bütün Türk dünyasında öz sözünü deyən bir dövlətə çevriləcək Azərbaycan inşallah. Çok teşekkür ediyoruz. Sağ olun. Gerçekten harika bir özet oldu. Harika, çok detaylı anlatı oldu. Ve gerçekten bir kere yükselen bayrak bir daha inmez diyoruz. Biz de bu güzel dileklere katılıyoruz. Azerbaycan'ın yeni yaşı kutlu olsun. Rahim Hocam da ifade etti. Bugünkü Azerbaycan o cumhuriyetin devamı. Bunu devlet de resmi olarak kabul ediyor. Ve dediğimiz gibi de Azerbaycan Halk Cumhuriyeti, Azerbaycan Cumhuriyeti Devleti 108 yaşını tamam eyledi bugün diyebiliriz. Nice yaşlara Azerbaycan'a diyelim. Respublika günü hayırlı olsun, kutlu olsun diyelim ve sözü yeniden Ankara'ya size bırakalım.